Salam, hər vaxtınız xeyir. Bugün Namazov 8-ci sinif parallelogram və onun düz bucaqlı növü, hələ ki bu tiplərə toxunacağam. Deməli, Namazov 8-ci sinifdir. Burada başlayaq birinci sualdan. Burada şəkil tapşırıqda şəkil 18 yazıb altına səhvdə, yəni şəkil 19-dan söhbət gedəcək. Deyir, bucaq 2 bərabərdir. Bucaq 2 bərabərdir. Bucaq 1 üzərinə gəlir 32. Biz 2 1 ilə belə işləmək çətindir. Bucaq 2-yə bir A deyərəm. Bucaq 1-ə də bir B deyərəm. Yəni nədir? A bərabərdir. B üzərinə gəlirik 32. Və bəzi xassələri yadımıza salaq. Paralleogramda bilirik ki, qarşı bucaqlar bərabərdir. Və iti ilə korun cəmi 180 dərəcədir. Bu xassələri xatırladıq. Yəni, bucaq 1 ilə, bucaq 1-i nə ilə işarələmişik? B. B üzərinə gəl. Bucaq 2 də A-dır. Bunların cəmi 180 dərəcədir. Bu hazır qaydadır, tərifdir yəni. Bunu bilməliyik. Paralleogramda iti bucaqla kor bucağın cəmi 180 dərəcədir. İtilər bir-birinə bərabərdir. Korlar bir-birinə bərabərdir. İti ilə korun cəmi 180 dərəcədir. Nəsə, baxaq. Bu şərti biz özümüzə əlavə elədik. Deməli, yuxarıdakı şərtlə aşağıdakı şərt arasında əlaqə yaradacağıq. B üzərinə gəl. A-nın yerinə B üstəgəl 32 yazacağıq. Çünki bax, burada verib A bərabərdir. B üstəgəl 32. Aşağıdakı A-nın yerinə yazacağıq. B üzərinə gəl 32 bərabərdir 180. Buradan yazırıq. 2B bərabərdir. 180-dən 32 çıxsaq 8, 4. 148. 148-i də təzdən, deməli, üzr istəyirəm. 148-i də təzdən 2-yə bölsək, B bərabərdir 74-ə. B-ni tapdıq 74. Bizdən bucaq 1 istəyir. Bucaq 1-i elə baxın burada. B-ni işarələmişik, deməli 74-dür. Əgər bucaq 2-ni istəsəydi, baxırsan ki, iti bucağı 74-dürsə, onda 2 kordur axı. Kor bucağı tapmaq üçün 180-dən 74 çıxacaqdıq. Yaxşı, davam eləyək. Tapşırıq nömrə 2. Yenə şəkil 19-dan söhbət gedir. Həmin şəkili qapravat eləmişdim. Bura görüm. Eləmək olmur. Bir dənə burada təzdən. Yaxşı. Bu şəkili burada qapravat eləyək ki, vaxtımız çox getməsin. Kopya. Bura əlavə eləyək. Deməli, yenə baxırıq burada. Yenə buranı uzadım. Bura 1. Nədir? Paralleogramın bir iki bucaqlarının cəmi 242-dir. Baxırıq nəyə? Baxın, bucaq 1 ilə 3 görürsünüz, hər ikisi iti bucaqdır. Bunlara mən AA deyərəm. Çünki paralleogramın, bir daha deyirəm, iti bucaqla, kör bucaq bir-birinə bərabərdir. Bu kör bucaqlara da BB deyərəm. Nədir? 1, 2, 3 bucaqların cəmi 242-dir. 1, 2, 3. Yəni, A üzərinə gəlirik. B üzərinə gəlirik. A bərabərdir 242. Və başqa bir xassəni də özümüz əlavə edirik. Bilirik ki, bax, bayaq dedim, iti bucaqla paralleogramda kör bucağın cəmi 180-dir. Yəni, bucaq 1 ilə bucaq 2-nin cəmi 180 dərəcədir. A üstə gəl, B bərabərdir yazıram. Nəyə? 180. Bu şərti özüm əlavə edirəm. Hazır qaydadır. Bilib şərtə daxil edirəm. İndi yuxarıdakı A üstə gəl, B-nin yerinə 180 yazaram. Olar belə. 180 üzərinə gəlirəm. A bərabərdir 242-yə. A bərabərdir 242-dən 180 çıxsaq 2, 6, 62 eləyir elə. A-nı tapdıq 62-dir. Bucaq 2 çıx, bucaq 3. Görürsünüz, 2 ilə 3-ün qarşılıqlı vəziyyət nədir? Biri itidir, biri kör. İndi A 62-dirsə, bucaq B-ni əvvəlcə taparam. Dedi axı, iti bucaqla kör bucağın cəmi 180-dir. Yəni, bunun itisi 62-dirsə, onda körü tapmaq üçün B bərabər 180-dən çıxaram 62-ni. O da bərabərdir. Baxaq, görək nə eləyir. Dəqiqə. 180-dən 62 çıxsaq, onu yuxarıda yazacağım. Bax, bərabərdir. 8, 18. Bəli, 18 düzdür. Bucaq B-mizi, yox, 118. Bucaq B-ni tapdıq 118. Bucaq A-da 62-dir. Bizdə bucaq 2 çıx, bucaq 3. 2-nin vəziyyətinə baxırıq.
2 kordur. 3-ün vəziyyəti 3-də itidir. Yəni olacaq 118 çıx. A bucağımızda nə tapmışıq? 62. Artıq hesablamıram. Yəni vaxtımız boşa getməsin. Yaxşı, davam eləyək. Deməli, kopya. Deməli, nömrə 3-cü tapşırığa baxırıq. Nömrə 3-ə baxırıq. Deməli, burada da yenə şəkil 19-dan söhbət gedəcək. Şəkil 19-a kapravat eləyim, qoy. Yaxşı, altını birləşdirsəm. Elə adlandırmanı da silməm, çünki yenə deyirik, dönə-dönə deyirik. Paralleloqramda iti bucaqla iti bucaq, kör bucaqla da kör bucaq bir-birinə bərabərdir. Ona görə itilərə A deyirəm, körlara da B deyə bilərəm. Yaxşı, keçdik nömrə 3-cü tapşırığa. Paralleloqramda bucaq 2 bərabərdir. Bucaq 3 üstə gəl 1. 2-nin vəziyyətindən baxıram. 2 nə ilə işarələmişəm? B ilə. 3 nə ilə işarələmişəm? A ilə. Elə bir yerinə qoyuram da. Üstə gəl. Bucaq 1-də nə ilə işarələmişəm? A ilə. Şu əla. Buradan alınır ki, B bərabərdir. A üstə gəl A 2A. Davam eləyək. Davam eləyək. Bucaq 2 çıx, bucaq 1 fərqini istəyir bizdən. Hələ o şərtə gedənə qədər gəlin görək buradan eləmək olar. Baxırıq ki, bucaq 2 ilə bucaq 1-in cəmi 180-dir. Çünki paralleloqramda iti ilə körün cəmi 180-dir. Bu şərti özümə əlavə edirəm. Bucaq B üstə gəl, bucaq A bərabərdir 180. Bax, yuxarıda verib B-ni 2A tapmışıq da, özü şərt veribdir. Gətirib B-ni yeni 2A yazıram. 2A, üzərinə gəlirik A. Elə bir ki, həmin şərti burada yazırıq. Bərabərdir 180-ə. 3A bərabərdir 180-ə, A bərabərdir 60. Əla. A 60-dırsa, onda B 120 olar. Müəllimə, 120 hardan alındı? Deyək. Paralleloqramda, artıq neçən səfər deyirəm, paralleloqramda iti ilə körün cəmi 180-dir. Yəni, əgər mən itini tapmışamsa 60, körü tapmaq üçün 180-dən 60 çıxaram, alınar 120. Nə istəyir bizdən? Bucaq 2 çıx, bucaq 1, yəni kör çıx iti, 120-dən 60 çıxaram, cavab qalar 60. Davam eləyək. Nömrə 4-cü tapşırıq. Görün. Həmin şəkli yenidən kapravat edeyim. Deməli. Yenə adlandırmanı silmirəm. Adlandırmanı silmirəm, çünki eynidir. Yəni, paralleloqramda iti ilə iti, körlə kör bərabərdir. 4-cü tapşırıq. Deyir ki, bucaq 2-nin bucaq 1-ə nisbəti, bucaq 2-nin bucaq 1-ə nisbəti bərabərdir 7-nin 5-ə nisbəti. Bilirik ki, belə nisbətlərdə birinci ilə birinci bərabərdir, ikinci ilə də ikinci. Yəni, bucaq 2-yə 7K deyərəm, bucaq 1-ə də deyərəm 5K. Nisbətlərdə həmişə bilirik ki, mütənasibli əmsal K daxil edilir. İndi bucaq 2 ilə bucaq 1-in vəziyyətinə baxıram. Bax, bucaq 2 kördür, bucaq 1 iti. Yəni, iti ilə körün cəmi 180-dir. 7K üstə gəl 5K. Bu şərti artıq özümüz əlavə edirik. 180-ə. Bunları toplasaq 12K bərabərdir 180-ə. K-nı buradan taparıq ki, 1, 12, 6, 5. K-nı tapdıq 15. Birdən 5-im yaxşı deyil, birdən 5-i düzəldim. K-nı tapdıq 15. 15. Bizdən nə istəyir? Bucaq 2-ni. Bucaq 2 nə ilə işarələmişik? Bax, 7K ilə. 7 vur 15. O da eləyir 105 dərəcə. Çox, bu qədər. Deməli, davam edirik. Bu səhifə tapşırıqlarını çalışacağım hamısını indi çəkim. Kopya. Deməli, nömrə keçdik 5-ci tapşırığa. Nömrə keçdik 5-ci tapşırığa. Bunu da altını tamamlayayım. Yenə deyirəm, paralleloqramda iti bucaqla iti bucaq, kör bucaqla da kör bucaq bərabərdir. Yəni, itilərə A, körlara da B deyə bilərəm. Keçdik nömrə 5-ci tapşırığa. Paralleloqramda bucaq 2 bərabərdir. Bucaq 2 ilə işarələmişəm? B ilə. Elə bir yerinə qoyuram. B bərabərdir. 2 vur bucaq 1. Bucaq 1-imdən də A. Üzərinə gəl deyir 21. Qutardı, getdi. Yenə şərt əlavə eləyirəm. Deyirik ki, paralleloqramda iti ilə körün cəmi 180-dir. Bax, B üstə gəl A bərabərdir 180 dərəcəyə. Qutardı, getdi. Burada bax, B hazır veribdir ki, B-ni yerinə deyil, 2A üstə gəl 21 qoy. Gəl, burada indi aşağıdakı B-ni yerinə qoyaram. 2A üstə gəl 21.
üzərinə gəl A bərabərdir 180-ə. Bu A özü veribdir. B-nin yerinə də 2A üstə gəl 21 qoyduq. Bax, o yuxarıda şərtdə veribdir. 2A üstə gəl A eləyir 3A. Bərabərdir. 180-dən 21 çıxsaq 9. 7-dən 2 çıxsaq 5. Eləyir 159. A da bərabərdir 53. Qutardı getdi. Bucaq biri istəyir, bucaq biri aynı şərləmişdik 53. İşdir birdən bucaq 2-ni istəsə. 2 görü kör bucaqdır. Dedik ki, əgər itisi 53-dürsə, kör tapmaq üçün 180-dan 53 çıxıb kör tapa bilər. Və yaxud bucaq 3 istəyə bilər. Bucaq 3 istəsə, deyirsən ki, bucaq 1 ilə bucaq 3, hər ikisi paralleloqramda iti bucaqda bir-birinə bərabərdir. Bucaq 1-im 53-dürsə, onda bucaq 3-üm də 53 dərəcə olacaq. Yaxşı, davam eləyək. Yenə bunu kaprovat eləyim. Deməli, indi növbəti tapşırıq 6-cı tapşırıqdır. Yenə şəkil 19-dan söhbət gedir. Yəni, bu gözəlcə şəkildən söhbət gedir. Burada baxırıq yenə nəyə? 6-cı sualda, deyir, paralleloqramda bucaq 1 və bucaq 3-ün cəmi 124-dür. Baxırsanız, paralleloqramda bucaq 1 ilə 3 necə vəziyyətdədir? Görsən, hər ikisi itidir. Görsən, hər ikisinə AA yazmışıq. A üzərinə gəlirik. A bərabərdir 100. Neçənci tapşırıq 64. 124-ə 2A bərabərdir 124-ə. A da bərabərdir buradan 62-yə. A-nı tapdıq 62. Bucaq 2-ni istəyir. Əla. A-la iti bucağı şərləmişik də. İti bucağım 62-dirsə, bucaq 2-ni istəyir. Bucaq 2 kör bucaqdır. Kör bucağı tapmaq üçün 180-dən, iti ilə körün cəmi 180-dir da. 180-dən 62 çıxarıq. O da eləyər 8, 1, 118, əgər hesablama səhvim olmadısa. Yaxşı, davam eləyək. Deməli, yenə şəkil 19-dan sonra. Burada aşağıda şəkil 18 yazılıb, orada çap səhv olubdur. Yenə şəkil 19-dan söhbət gedir. Bu şəkildən nömrə tapşırıq 7-yə baxırıq. Deyir, paralleloqramda bucaq 2 bərabərdir. Bucaq 2-dən nə işarələmişik? B. Yerinə qoyuram ki, bucaq 2, bucaq 1, belə işləmək çətindir. 4 vurulsun bucaq 1, A çıx 25. Deyir, burada qalanı bizlikdir. Biz əlavə edirik. Deyirsən ki, müəllimə mənə belə bir xassiyyət deyib. Paralleloqramda iti bucaqla kör bucağın cəmi 180-dir. İti bucağım nədir? A. Kör bucağım nədir? B. A üstə gəl B bərabərdir 180 dərəcə. Gətirib aşağıda B-nin yerinə, bax buradakı B-nin yerinə, bax burada özü verir ki, B bərabərdir 4 açıq 25 yazırıq. İndi A özündədir, üstə gəl, buradakı B-nin yerinə də yazıram 4 açıq 25 bərabərdir 180-ə. 4 üstə gəl A eləyir 5A bərabərdir 25 sağ tərəfə keçər, eləyər 205. A da bərabərdir 41-ə. Bitdi. Bucaq 1 istəyir, bucaq 1 ilə biz nə işarələmişik? A-nı. Bu qədər sadə. Gəldik, indi bizdə artıq keçdi şəkil 20-yə. Şəkil 20 görək bizdə nədir? Yenə paralleloqramdır. İndi göstərəcəm şəkil 20. Baxın, bu şəkil 20-dən gelir söhbət. Burada 3-ü, 4-ü, 2-ni, 1-i qeyd eləyəcəm ki, burada onlardan bizə lazım olacaq. Bir dəfə də skrin eləyərəm. 1, 5, bura 2, bura 3, bura 4. Şəkli yazdıq, çəkdik. Şəkli çəkəndən sonra baxırıq 28-ci suala. Deyir, bucaq 2 çıx, bucaq 3 bərabərdir. Bax, gəlin bucaq 2-yə bir A deyək. Adlandıraq bucaqlarımızı B. Bucaq 1-ə bir C deyək. Bir işarələyirəm ki, qarışmasın. Bir də burada diqqət yetirsək, həndəsənin ilk anlayışlarından var idi. Paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. 3 ilə 5-i deyə bilərikmi bərabərdir? Bəli, niyə demirik? Onda 5-ci bucağa da biz B yaza bilərik. Bucaq 4 ilə də bucaq 1 dediyi hər ikisi itidir. Ona görə də bucaq 4-ə də bir C yaza bilərik. Sadəcə bu adlandırmanı eləyirəm ki, bizə nəyəsə lazım olar. Burada baxaq. 8-ci sual idi, şəkil 20.
Deyir bucaq 2 çıx bucaq 3. 2 nədir? A. A çıx bucaq 3 bərabərdir B. Bərabərdir nəyə? 74-ə. Bucaq 2 çıx bucaq 1. 2 nədir? A çıx bucaq birim C-dir. Bərabərdir 76-ya. Bucaq birin qiymətini tap. Bilirik ki, yenə bax, paralleogramda iti ilə körün, bax, iti budur. Kördəki, bax, budur. Bax, bura kördür, burada itidir. Bilirik ki, iti ilə körün cəmi 180 dərəcədir. A üstə gəl, C üstə gəl, B bərabər nəyə? 180-ə. Gəlin yuxarı ilə aşağı arasında əlaqə yaradaq. Yuxarı ilə aşağı arasında əlaqə yaradaq. Yuxarını tərəf-tərəfə toplasaq, olar. Bunun altına yazsam 2A çıx B çıx C. Elədir. Bunları tərəf-tərəf toplasam 0, 14, bir də ya da 150. İndi bunları təzədən tərəf-tərəfə toplasaq sistem kimi. B ilə B gedəcək, C ilə C. 3A bərabərdir 0, 3, 330. A bərabərdir burada. B 110. A-nı tapdıq 110. Bizdə də 8-ci sualda bucaq 1 istəyir. Bucaq 1-nə C-ni işarələmişik. A 110-sa, bax, buradan tapa bilərik də. A 110-dursa, C-ni istəyir bizdən. C nəyə bərabərdir? Azalan, çıxılan fərq. 110-dan 76 çıxarıq. Bucaq C bərabərdir. 110 çıx. Harada yazım? Burada yazım. Bucaq C bərabərdir. 110 çıx 76. O da bərabərdir. 110-dan 76 çıxsaq 4, 34. Bu qədər diqqətiniz üçün təşəkkürlər.